onun məkanda yaxud hər bir məkanda olduğunu demək olmaz, icazəli deyil. Ancaq onun səmada, ərşin üzərində olduğunu demək icazəlidir. Allahın zatı ilə məkanda olduğunu, yaxud hər bir yerdə olduğunu etiqad edən, yaxud deyən şəxs kafirdir. Əksinə, uca Allahın məxluqatından bain olduğunu, məxluqatından ayrı olduğunu qətiyyətlə etiqad etmək vacibdir. Allahın cövhər və ərəz olmaması ilə onu təşbihdən uzaq tutmaq məsələsinə gəldikdə, bəzi insanlar haqq yoldan çıxaraq Allahı yaradılmışların bəzi sifətləri ilə vəsf etmişlər. Onlardan bəziləri onun cövhər olduğunu, bəziləri cisim olduğunu demiş. Digərləri isə onun ərşi üzərində oturduğunu, necə ki bir hökmdar taxtında oturur iddia etmişlər. Halbuki bütün bunlar küfrə aparan təşbih və təcsim ifadələridir. Və bəlli olur ki, əgər bir şəxs Allahın heç bir şeyə bənzəmədiyini isbat edərsə, bu ifadə onun nə cövhər, nə cisim, nə də ərəz olmaması mənasını özündə ehtiva edər. Çünki əgər o cövhər və ya ərəz olsaydı, digər cövhər və ərəzlər üçün caiz olan şeylər onun üçün də icazəli olardı. Halbuki Allah Cəllə və Alə belə xüsusiyyətlərdən münezzəhdir. Yəni şəri baxımdan qəti olaraq bilinməlidir ki, Allah Cəllə və Alə məxluqatından ayrıdır və bu ayrılıq birləşmə və qarışma mənalarının inkar edilməsini ifadə edir. Və Allah Cəllə və Alə məxluqatı ilə nə birləşmiş, nə də onlarla qarışmamışdır. Və burada məqsəd Allahın məkan baxımından uzaq bir yerdə olması deyil. Deməli, bu ayrılıq, bu beynunə məkanla bağlı deyil. Zat etibarı ilə məxluqatla hər hansı bir birləşmə və ya qarışmanın qeyri-mümkünlüyünü ifadə edir. Uca Allah var idi, nə məkan var idi, nə də məkanla əlaqəli bir şey. O əzəldən məkan olmadan mövcud idi. Sonra məkanı yaratdı və məkanın yaradılmasından əvvəl necə idisə, elə də qaldı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Biz İmam Abdülbaqir Məvahibinin rahimehullahu teala El-Ayn vəl-Əsər adlı etiqadi mətni oxumağa davam edirik. Və keçən dərslərimizdə biz Allah Cəllə və Alanın kəlam sifəti ilə əlaqəli olan mövzular barəsində danışdıq. Və daha sonra müəllif rahimehullah digər bir fəslə keçərək buyurur ki: "Və yecibul cəzmu bi enne Allah Teala leysa bi cevherin və la cismin və la arad və la tahulluhu'l havadis və la yahullu fi hadis və la yanhasuru fih. Femen i'taqada ev qala inna Allah bi zatihi fi mekanin fekafir. Bel yecibul cezmu bi ennehu subhanahu ve teala ba'inun min halqihi fekana ve la mekan ثم خلق المكان وهو كما كان قبل خلق المكان." Müəllif rahimehullahu teala buyurur ki, qəti şəkildə bilinməlidir ki, uca Allah nə cövhərdir, nə cisimdir, nə də ərəzdir. Həmçinin ona sonradan peyda olan, hadis olan şeylər hulul etməz. O da hər hansı bir hadisdə yerləşməz və heç bir şey onu əhatə edib məhdudlaşdıra bilməz. Və kim Allah Cəllə və Alanın zatı ilə məkanda olduğunu deyər və yaxud da ki bunu etiqad edərsə kafir olar. Əksinə, qəti şəkildə inanmaq vacibdir ki, Allah Cəllə fi'uləh məxluqatından baindir. O var idi, heç bir məkan yox idi. Sonra məkanı yaratdı və məkan yaradılmadan əvvəl necə idisə, elə də qaldı. Və müəllif rahimehullahu teala növbəti fəsildə bir neçə məsələyə toxunur. İlk olaraq buyurur ki, Allah Cəllə fi'uləh nə cövhərdir, nə cisimdir, nə də ərəzdir. Və Allah Cəllə və Alanın cövhər deyil ifadəsinə gəldikdə, kəlam alimlərinin istilahında cövhər deyildikdə, zatı ilə mövcud olan varlıq nəzərdə tutulur. Və onlara görə cövhər iki qismə bölünür. Birinci, əl-cəvharul fərd, yəni fərdi cövhər. İkinci isə mürəkkəb cövhərdir və buna da alimlər cisim deyirlər. Cəvharul fardın izahında buyururlar ki, bu elə bir cövhərdir ki, başqa bir cövhərdən tərkib olunmur. Buna bölünməz zərrə də deyilir, yəni hissələrə parçalanmayan bir şeydir. Mürəkkəb cövhər isə dediyimiz kimi cismə
şamil edilən bir isimdir. Lakin müəllif rahimehullah Allah cövfər, cisim və ərəz deyil dedikdə, burada cövfər kəlməsi ilə fərdi cövfər qəsd edir. Cəvhərul fardı qəsd edir. Çünki o ayrıca cismi də zikr edir və bu onların bir-birindən fərqli olduğuna dəlalət etməkdədir. Və müəllif rahimehullah buyurur ki, həmçinin cisim deyil. Cisim sözünün lüğəvi mənası bir yerə toplanma və yığılma mənasını ifadə edir. Ət-təlif və tərkib. Məsələn, ərəb dilində cismun böyük bədən mənasını da ifadə edir və bu da tərkib və birləşmə əsasında qurulmuş bir şeydir. Cisim kəlməsinin istilahi mənası barədə isə biz keçən dərslərimizin birində danışmışıq və bu barədə müxtəlif təriflərin mövcud olduğunu demişik. Lakin mütəkəllimlər qatında cisim deyildikdə onlar iki və daha çox cövfərdən mürəkkəb olanları qəsd edirlər. Və bu hissələrə burada fərdi cövfərlər deyirlər. Və beləliklə, əgər iki və ya daha çox fərdi cövfər birləşərsə, bu cisim adlanar. Daha sonra müəllif rahimehullahu teala ərəz deyil buyurur. Və lüğəvi mənada ərəz insanın başına gələn xəstəlik və buna bənzər hallardır. Yəni, insanın haldan hala düşməsidir. Kəlamçıların istilahında isə ərəz öz-özlüyündə mövcud olmayan varlığı üçün bir məhələ, yəni bir dayaq nöqtəsinə ehtiyac duyan bir şeydir. Məsələn, rəng, dad və buna bənzər xüsusiyyətlər. Həmçinin elm, qüdrət kimi sifətlər, yəni insanın zatında qaim olan elm, qüdrət kimi sifətlər, insanın zatında meydana gələn ərəzlərdir. Və beləliklə, kəlamçıların istilahına görə ərəz öz-özlüyündə qaim olmayan, əksinə, digər bir yerə ehtiyac duyub, həmin o yerdə, o məhəldə qaim olan, yəni cisimdə mövcud olan bir şeydir. Və müəllif bununla bildirmək istəyir ki, mümkün varlıqlar üç qismə bölünür. Bunlar ya cövfər, ya cisim, ya da ərəzdir. Lakin məşhur olan budur ki, kəlamçılar mümkün varlıqları iki qismə ayırırlar. Onun cövfər və ərəz olduğunu deyirlər. Çünki cisim də cövfərin bir növü kimi qəbul edilir. Və müəllif rahimehullah Allah haqqında danışarkən onun nə cövfər, nə cisim, nə də ərəz olmadığını qeyd edir. Lakin bu növ nəfi, yəni bu növ inkar məsələsində alimlər arasında iki əsas yol mövcuddur. Alimlərin əksəriyyəti Allahı vəsf edərkən onun nə cövfər, nə cisim, nə də ərəz olmadığını deyirlər. Yəni bununla Allahın mümkün varlıqlardan fərqli olduğunu bəyan etmək istəyirlər. Halbuki bu kimi terminlər şər'i mənbələrdə, yəni kitab və sünnətdə gəlməmişdir. Lakin bəzi alimlər Quran və sünnətdə bu ifadələrin gəlmədiyindən dolayı onlar bu cür kəlmələri istifadə etməyi lazım bilməmişlər. Və xülasə olaraq bu məsələdə iki məslək var. Birinci məslək, bu istilahlar, bu terminlər barəsində mütləq şəkildə tavaqquf edilir. Yəni bu barədə heç bir söz deyilmir. Çünki bu cür ifadələr sələfdən nəql olunmamışdır. Yəni bir çox qədim və onlardan sonra gələn alimlər bu cür ifadələri işlətməyi doğru görməmişlər. İkinci məslək isə, və bu da müəllifin burada zikr olunan İbn Hamdanın, həmçinin bir çox Həmbəli alimlərinin istər qədim olsun, istərsə də digərləri tutduğu yoldur. Onlar bu ifadələrdə tavaqquf etməmişlər. Əksinə bu sifətləri, bu vəsfləri Allahdan nəf etmişlər. Çünki bu anlayışlar, yəni cövfər, cisim və ərəz, hudus, yəni sonradan peyda olma və nöqsan mənalarını tələb edir. Və bu səbəbdən onlar uca Allah haqqında bunun qeyri-mümkün olduğunu bəyan etmişlər. Və bu yol qədim orta əsrlərdə və son dönəmlərdə yaşayan alimlər tərəfindən qəbul edilmişdir və daha üstün bir görüş olaraq hesab edilmişdir. Hətta sonraki dövrlərdə yazılmış əqidə kitablarında bu məslək əsas götürülmüşdür. Və bu səbəbdən Hafiz Əl-Beyhəqi rahimehullahu teala buyurur ki, Allahın cövfər və ərəz olmaması ilə onu təşbihdən uzaq tutmaq məsələsinə gəldikdə, bəzi insanlar haqq yoldan çıxaraq Allahı yaradılmışların bəzi sifətləri ilə vəsf etmişlər. Onlardan bəziləri onun cövfər olduğunu, bəziləri cisim olduğunu demiş. Digərləri isə onun ərşi üzərində oturduğunu, necə ki bir hökmdar taxtında oturur iddia etmişlər. Halbuki bütün bunlar küfrə aparan təşbih və təcsim ifadələridir. Və bəlli olur ki, əgər bir şəxs Allahın heç bir şeyə bənzəmədiyini isbat edərsə, bu ifadə onun nə cövfər, nə cisim, nə də ərəz olmaması mənasını özündə ehtiva edər. Çünki əgər o cövfər və ya ərəz olsaydı, digər cövfər və ərəzlər üçün caiz olan şeylər onun üçün də icazəli olardı. Halbuki Allah Cəllə və Alə belə xüsusiyyətlərdən münəzzəhdir.
Və daha sonra müəllif rahimehullahu teala buyurur ki, Allahın zatı ilə məkanda olduğunu etiqad edən, yaxud deyən şəxs kafirdir. Yəni, əgər insan belə bir söz deyərsə və yaxud qəlbində buna etiqad edərsə, bununla kafir olacaq. Ancaq əgər qəlbində bunu etiqad olmadan yalnız dili ilə nəql edərsə, bu halda onun bu hərəkəti küfür sayılmaz. Çünki İbn Muflihin də qeyd etdiyi kimi, küfür sözünü eşidib nəql edən, lakin ona etiqad etməyən kəs kafir sayılmaz. Və bu görüşü İmam Əl-Buhuti və digər Həmbəli alimləri də təsdiq etmişlər. Və beləliklə bəlli olur ki, bizim alimlərimiz Allahın zatı ilə hər yerdə və yaxud bir yerdə olduğunu deyən şəxsin kafir olub İslamdan çıxacağını demişlər. Ümumiyyətlə, məkan məfhumu barədə müxtəlif görüşlər var. Fəlsəfəçilərin bu barədə fərqli tərifləri var. Lakin mütəkəllimlər qatında məkan deyildikdə onların qəsd etdikləri məna budur. Əl-fərağul məvhum əlləzi yəşğaluhul cism. Məkan, cismin tutduğu güman edilən boşluqdur. Yəni, onların məkana verdikləri tərif budur. Və buna görə də kim Allahın zatı ilə məkanda olduğunu iddia edərsə, onu cisimləndirmiş olar və bununla küfrə düşər. Və müəllifin burada qeyd etdiyi küfr hökmü şər'i hökm olaraq qeyd edilməkdədir. Buna görə də alimlər demişlər ki, küfr hökmü digər şər'i hökmlər kimidir. Məsələn, qul azad etmək və ya qisas kimi. Çünki bir şəxsə küfr hökmü verildikdə, bu onun qanının halal sayılması və axirətdə əbədi əzabla cəzalanması kimi nəticələr doğulur. Lakin bununla belə, əqidə kitablarında qeyd olunan hər məsələ qəti mövzulardan hesab olunmur. Yəni, bəziləri təməl məsələlərdən hesab olunur, bəziləri isə o təməldən şaxələnən təfərrüatlı məsələlərdəndir. Və müəllifin rahiməhullah Allah Cəllə və Alanın məkandan tənzih etməsi Həmbəli imamlarının digər etiqad kitablarında mövcuddur. Misal üçün, Qadı Əbu Ya'la rahiməhullahu teala Muxtəsarul Mu'təməd kitabında buyurur ki, وَلَا يَجُوزُ وَصْفُهُ بِأَنَّهُ فِي كُلِّ مَكَانٍ وَلَا فِي مَكَانٍ وَيَجُوزُ أَنْ يُقَالْ إِنَّهُ تَعَالَ فِي السَّمَاءِ عَلَى الْعَرْشِ. Onun məkanda, yaxud hər bir məkanda olduğunu demək olmaz, icazəli deyil. Ancaq onun səmada, ərşin üzərində olduğunu demək icazəlidir. Və həmsinin İbn Bəlbən Əl-Həmbəli rahiməhullahu teala buyurur ki, فَمَنْ اِعْتَقَدَ اَوْ قَالَ اِنَّ اللّٰهَ بِذَاتِهِ فِي كُلِّ مَكَانٍ اَوْ فِي مَكَانٍ فَكَافِرٍ. Allahın zatı ilə məkanda olduğunu, yaxud hər bir yerdə olduğunu etiqad edən, yaxud deyən şəxs kafirdir. Bəl yəcibul cəzmu bi ənəhu subhanahu və teala bainun min xalqih. Əksinə, uca Allahın məxluqatından bain olduğunu, məxluqatından ayrı olduğunu qətiyyətlə etiqad etmək vacibdir. Və həmçinin İbn Həmdan və etiqad barədə yazmış digər alimlər də Allah Cəllə və Alanın məkanda olduğunu deyən insanın küfrə düşəcəyini öz kitablarında qeyd edirlər. Və müəllif buyurur ki, əksinə Allahın məxluqatından bain olmasını, onun məxluqatından ayrı olmasını qəti şəkildə qəbul etmək lazımdır. Və əl-beynunə kəlməsi bizim alimlərimiz qatında və xüsusən də İmam Qadı Əbu Ya'la qatında iki mənanı ifadə edir. Əl-beynunənin mənalarından biri əl-müxalifə, yəni Allah Cəllə və Alanın öz məxluqatından fərqli olmasıdır, öz məxluqatına bənzəməməsidir. İkinci mənası isə öz məxluqatından ayrı olmasıdır, onlara qarışmamasıdır. Və burada müəllifin qəsd etdiyi məna budur, yəni ikinci mənadır. Yəni şər'i baxımdan qəti olaraq bilinməlidir ki, Allah Cəllə və Ala məxluqatından ayrıdır və bu ayrılıq birləşmə və qarışma mənalarının inkar edilməsini ifadə edir. Və Allah Cəllə və Alə məxluqatı ilə nə birləşmiş, nə də onlarla qarışmamışdır. Və burada məqsəd Allahın məkan baxımından uzaq bir yerdə olması deyil. Çünki müəllif artıq məkan anlayışını Allah Cəllə və Alədən nəf etmişdir. Deməli, bu ayrılıq, bu beynunə məkanla bağlı deyil. Zat etibarı ilə məxluqatla hər hansı bir birləşmə və ya qarışmanın qeyri-mümkünlüyünü ifadə edir. Müəllif buyurur, uca Allah var idi, nə məkan var idi, nə də məkanla əlaqəli bir şey. O əzəldən məkan olmadan mövcud idi. Sonra məkanı yaratdı və məkanın yaradılmasından əvvəl necə idisə, elə də qaldı. Deməli, məkan mövcud olmazdan əvvəl necə idisə, indi də elədir.
məkan cismin lazımlarından hesab olunur. Buna görə də hər hansı bir varlıq haqqında cisimli hökmü verildikdə, bu hökm onun üçün məkanın da sabit olmasını tələb edir. Və bu məsələ adətən Həmbəli alimlərinin kitablarında əl-cihə, yəni istiqamət mövzusu ilə birlikdə araşdırılır. Çünki cəhət məfhumu, cəhət anlayışı məkandan fərqlidir. Burada sual belə qoyulur: Allah Cəllə və Alə haqqında onun cəhətdə olması ifadəsi işlədilə bilərmi? Və bu barədə Həmbəli imamlarının 3 görüşü var. Birinci görüş Allah Cəllə və Alədən cəhətin, yəni istiqamətin tamamilə nəfi edilməsidir. Və bu Həmbəli alimlərindən bir sıra alimlərin görüşüdür. Məsələn, Qadı Əbu Yələ ilk görüşündə bu rəyi qəbul etmişdir. Həmçinin Əbu Muhammed Ət-Təmimi, Əbul-Vəfa ibn Aqil ibnül Cəvzi və başqaları bu görüşdə olmuşlar. Onlar Allahdan cəhəti, istiqaməti nəfi etmişlər. İkinci rəy sahibləri isə demişlər ki, Allah Cəllə və Alə üçün ucalıq cəhətinin isbat edilməsi labüddür. Lakin bu əhatə və məkan mənasını ifadə etmir. Yəni onlar buyururlar ki, Allah Cəllə və Alə ucalıqla vəsf olunur. Lakin bu məkan daxilində olmaq mənasında deyil. Onlar bunu izafi cəhət adlandırırlar. Və bu alimlər cəhət ilə məkanı fərqləndirirlər. Halbuki bəzi insanlar cəhətin və məkanın eyni mənanı ifadə etdiyini zənn edirlər. Və bu görüş bir sıra Həmbəli imamlarına aiddir. Məsələn, Qadı Əbu Yələ son görüşündə, həmçinin Əbul-Həsən İbn-i Zəğuni və başqaları bu görüşü qəbul etmişlər. Üçüncü görüş sahibləri isə cəhət kəlməsini, cəhət ifadəsini nə açıq şəkildə təsdiq etmiş, nə də onu inkar etmişlər. Yəni, bu istilahı işlətməkdən çəkinmişlər. Lakin onlar Quran və sünnətdə gələn zahirdə istiqamət mənasına dəlalət edən dəlilləri qəbul etmişlər. Və beləliklə mənanı qəbul edir, lakin ləfsi işlətmirlər. Və bu görüş bəzi Həmbəli alimlərinə, o cümlədən İbn Qudaməyə rahiməhullah nisbət olunur. Bununla yanaşı, bu üç görüş sahibləri hamısı bu məsələdə yekdil olmuşlar ki, Allah Cəllə və Alə haqqında məkan anlayışı nəfi edilməlidir. Yəni, Allahın məkanda olduğu deyilməz. Onlar cəhətlə məkanı bir-birindən ayırmışlar. Onların ixtilafı yalnız cəhət məsələsindədir. Yəni, Allah Cəllə və Alənin cəhətlə vəsf edilməsi icazəlidir, yoxsa yox. Və daha sonra müəllif rahiməhullahu teala digər mövzulara keçir və bunu da biz növbəti dərsimizdə oxuyacaq. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil alemin.